2000 lira. Bura pərkeş yerində. Yox, ərazi pərkeş. Kənd pərkeşlə inzibati ərazi. Bunalamalarla məşğulam. Kənd turistləri burada kənd evində saxlayırıq. Yəni bunlara xidmət göstəririk. Bizim layihəmiz deməli bir kənd mərkəzində orada maşın park vardı. Onun yanında orada satış orada yer alırlar. Yanında hardadır orada? Belə bir ilk dəfə Azərbaycanda bunu burada yaratmaq istəyirik. Çünki kənd ərazisi insanların ehtiyac səviyyəsini biz nəzərə alırıq. Gələn mədəni insanlar, turistlər, xarici vətəndaş bunlar çox gəldiyi üçün inanırıq ki, bu burada müsbət nəticə verəcək. Və o bizi isə 2 beska çay kənarları orada xərdə qeyd edilmiş. Biz bunu təqdim edilər 2 illər. Sonra bu otlar üçün alıb aparlar. Məsələn, kənd gələn bunlar kənd yumurtası, culbası, kartofu, soğanlar. Burada biz də qapı olmuşuq, buradan 2 kilo, qonşudan 2 kilo alırıq, çətinlik yaranır. Bir də hər kəs məhsulunu gətirəcək, pendirin, yağını qoyacaq orada. Rahat sadəcək, həm turist yerdə olacaqlar, yağcan olur, bulaqdır, çay kənarı. Həm də uşaqlar üçün aksesuar cəlb edən orada şəraitlər ki, uşaq orada başını qatacaq, suya girəcək, orada əylənər, valideynlər orada rahat piknikdə dincələrlər. Bu daha çox əlverişli olduğu üçün buradan bir 4 metr nəzərə aldı. İləsi hesablamışıq, öz hesablamalısı var əvvəlcə, uyğun gəlir. Nə hazır konstruksiya verilmiş, hazır konstruksiya verilmiş. Söhbətlər aparanda biz turistdən, qonaqdan pul almaq biz üçün bir kitabımızda yox idi, kənd yerdik ki, köy qaydasıdır. Şükür Allah, onların sayəsində biz relaksasiya tədbirlərdə olduq. Sonra Avrujin layihəsinin qalibi olduq. 2 il müddətində biz deyərik ki, böyük bir məktəb keçdik. Məsələn, Günay xanımızın və Kardar rəhbərlik böyük zəhmətləri oldu. İqbal müəllimdir, Samir müəllimdir, Rafat müəllimdir. Bunun bizim bu ərazidə böyük xidmətləri oldu turizm sahəsində. Ondan sonra biz Gürcüstanda, Türkiyədə səfərlərdə olduq. Sonra kiçik və orta biznes agentliyi tərəfindən bizə yaxşı dəstəklər olundu. Bizə, yəni biz hiss elədik ki, bizim arxamızda var, bizə də qol qanadlar verən var. Başladıq qolaqlardan pul alın. Başladıq pul almaq müştəri gələk, müştəri gəlir. Məsələn, Xidməti yox. yerli turistlər də olar. Təxminən 60% yerli turist olur, 40% xarici turistlər. Qiymətlər 25 manat adam başı qalmadı. Yox, bizdə məsələn mən bütöv ev 8 çarpayılıdır. İndi şəhərdə 8 ev bütöv evi verəndə mən verirəm 100 manata. Əgər otaq istəyəndə, məsələn, tipa hotel kimi 50 manata verirəm. Bələdçi xidmətdə bizdə kəndə 4 tur ayırmışam. Bələdçi istəyir 1 nəfər olsun, istəyir 100 nəfər. 30 manat bələdçi xidmətidir. Yox, artıq neçə ildir bizdə bu eyni qiymət qalır. Yəni bu günə davam edirik. Səhər yeməyi, məsələn, şaralarda, bir qədər qayalarda birimiz ayağında travma almışdı. Və o dəqiqə ilk yardımımızı göstərdik. Yəni kənd ərazisində bələdçinin olması çox lazımdır ki, yəni bu ərazidə gələn tibbi xidmətə çatdırma, ünvana çatdırma, daşınma, bəzən Çinimizdə olsa, insan ayaqla bulur, gətirib çatdırır ünvanı, ilk yardım göstərir. Yəni bu cəhətdən işini sağlama tutmuşuq biz. Yəni gələn qonaqlara da biz elə bir ideya rəşirik ki, gəl ikinci dəfə demirik. Yəni inanırıq ki, o gəlmirsə, deməli bir nöqsanımız hardasa var. Biz burada turizm agentlərindən hamımız işlədik. Məsələn, böyük bundan bir fayda var. Turizm 3-4 ildə baxın. 2016-dan başlayaraq əsasən sırf son 5 il bu fəallaşır. Daha çox fəallaşır. Gün olar ki, gün olur 2000 ailə gəlir kəndə. Təsəvvür et. Gün olur 6 baza xüsusən çox olur. Maşınlar İstifadə edirlər. Məsələn, belə hallar olur. Məsələn, bələdçi xidmətinə müraciət edənlər olur. Ən çox bizim üçün sıxıntı, problem nədir müəllim? Gecələmə yerlərin olmaması. Məsələn, növbəti layihələrdə bizdə, məsələn, burada kottejlər, domiklərə, məsələn, belə bir layihələrə, məsələn, burada yer verirsə, çünki buna gələn qonaq qalmaq istəyir, yer tapa bilmir, bu böyük nöqsandır. Neçə ay olur qonaqlarınız? Əsas bizdə axın, turist axını yay mövsümüdür. Daha çox yay mövsümüdür mənim. Qalıb, yəni bütün təhsillərdə belə deyək ki, gəlib gedənlər çoxdur. Gəlirlər. Qaba bir dənə mövsüm ki, bəli, aşırı sezonludur. Yəni burada çətinlik odur ki, yəni bugünə kimi yəni turizmin gəlib getməsi ilə bağlı, yəni elə bir ciddi problem olmuyor burada. Yəni xəbər şeydir, sımdır. Ondan sonra Bu sımda. Sımda neçə? Neçə? turizmə hardasa 40% var. 60% olmasa 60%. Sonra da isə Akkörpüdə məsələn maşınlarla daşınmağını təşkil edirik. Sonra burada maşınlarla daşınmağı, sonra bələdçi xidməti. Yəni mənim öz qonaqlarım olub ki, bir gündə 83 nəfər.
85 nəfər Sun Parkda yemək vermişik onlara. Sonradan isə 110 Sımpak nəfər. təzə açılıb da. Bəli, təzə açıldı. Sonradan isə belə deyim 110 nəfərlik bir qrup Layihə koordinatoruya bu işlərdə dəstəkçi olmağa çalışırıq ki, layihə qaydası da həyata keçirilsin. Layihə haqqında qısa bir məlumat vermək istəyirəm ki, bu layihə çərçivəsində nələr nəzərdə tutulur əsasən. Biz daha çox 4 dənə tikilidən biz daha çox danışırıq ki, muzey, satış köşkü, 2 ədəd üstü örtülü, biz besetka rusca deyilir, bəzi söhbətgahda deyilir, bəzən falan olması uyğun gəlir daha çox. İndi yenə biz bunu məsləhətləşərik sizlə birlikdə. Və bir də sın məhsul satış köşkü. Bu nə ilə bağlıdır? Məsələn, bizim bura gələn qonaqlar məhsulları sınla bağlı məhsul axtarmaq istəyəndə ayrı-ayrı evlərdən götürüb tapırdılar. Amma həmin məhsul köşkünün olması o deməkdir ki, gələn qonaq ora daxil olub, sınla bağlı hansı məhsulları götürə biləcək. Məsələn, Pərviz bəyin hazırladığı əraziyə təqdim edə bilir. Orada arıçılıq məhsuludur, sının digər məhsulları təqdim oluna bilər. Eyni zamanda da biz, siz bayaq çox gözəl qeyd edərdiniz, infoturla bağlı bu yaxında qonaqlar gələcək birlikdə ki, həmin qonaqlar burada sıxılmasınlar. Onlar yemək xərcidir, onların qalma xərci öz öhdəmizə götürmüşük. Yemək xərci, çay xərci, hamısı Nazirlik Turizm Agentliyi tərəfindən təmin olunur. İndi burada yenə də bizim əsas məqsədimiz odur ki, bu şərait qurulundan Onun uşaqların əylərdən yeri də kiçik yerdə. Amma o laqlı burslardan edirsiniz, o Rusiyadan gəlmə Rusiya. sürümlər də olur. Sürümür, heç nə eləməyib, elə bir yerində oturdu, burada kənd yerində oturacaq yeri. Onda belə deyim, biz Nazlı 2 günün içində xanımla yeyir. əlaqə saxlasa, o kontaktı bizə verə Özü bilər. sizin yerinizdir. Belə onlayn şəkildə davam edərsiniz. Yox. Sual olsa yerlərlə bağlı və layihə ilə bağlı memarlar gəlib baxar ondan sonra. Belə amma mən ciddi sual görmürəm. Sadəcə olaraq bunlar hamısı belə Pinterest şəkillərinə oxşuyur, amma reallıqda nəyə oxşayacaq o var. Bəli. Bizim yaratmışıq. Yəni bizim kəndə mən bayaq gedəndə intellektual səviyyəli kəndi maşını orada saxla və ya kostyum asırdı ağaclar 10 illər gəlsə heç kəs dəyməz. Yəni bu kənd belə bir şey mədəniyyəti ilə seçilən kəndir. Bütün bu kəndlər içində bu kənd həmişə intellektual səviyyəsində seçilir. Həm ziyalı təbəqəsi ilə, həm intellektual səviyyəsi. Məsələn, köşkü daşınmaz tikili kərpicdən eləsə, onun proseduru var. Onu sənədləşdirmək var, sənədləşdirəməyəcək. Ona görə daşınan köşk qoysalar daha məntiqlidir. Sonra musiqi kalonka qoşu canlı istəmək onu da yaradırıq. Kənd ölçüləri ansamblı var. Sonra burada bizdə yanına gəlib akili gül çiçəkli edirik. Gələn qonaqların diqqəti çəkilməsi üçün. Gəlin baxın. Bir nəfərli bax, Kuberlərimizə xadir edilib maşallah, onlarla ehtiyaclı saxlanmışıq burada. Yəni qonaqlar içində qoşulur. Otaq 4 nəfərli babiləsə otağımız var burada. Bax, kitabxanamız da var burada. Hər cür dünya ədəbiyyatı qurmuşuq divarda orada. Və beləcə otağımız da bu şəkildədir. İndi gəl mətbəxi də sizə göstərim. Təmin eləmişsiniz. İçinə yandırırıq. Bu su qızır burada, hamam, sonra həyətə, mətbəx üçün isti su daimi gəlir. Bizdə sonra burada ehtiyat bəzi turistlər belə otel sinema var, lazım olanda yəni qab, qaşıq, hər şey burada var da. Televizyona baxırsan, projektorlarımız var. Bəli, burada qonaq verəndə özü çıxarır. Bu otaqda qonaqlar çıxır və hətta təmizlik işi gedir. Yoxsa gətirlər, stolda buranın təmizlik işi gedir. Yəni əvvəl bura hazır deyil. Yerlilər idi, xaricilər. Yerlilər idi, indi bura qazan yeməkləri 10-12 manat arası dəyişir vətəndaşın. biraz bu ortadan elə bu formada, eyni üzü bu tərəfə eləmək olar. Belə də bu şey kimi də əkin yeri. Ötürərik müəllim, narazı olma. Həyətə olmasın. Məsələn, Buradan girəcək qoyacaq. Bura yol. hə, orada eləmək. Orada görünməli. Həm də ev sahibi narahat olmur. Muzeyin əşyaların Ruslan özü yığır, kənddən yığır. Neçə illərdir. O vaxtı biz gəldik, infoturda da göstərdik, şirkətlərə də göstərdik. Onda evində yığır. Nə qədər eksponat? Sayısı. Orada 60 dənə fazla yığır. Al gətir bir dəvəni
Bu həftə onda bütün layihələri təsdiqləyək. Bu həftə nə varsa hamısını təsdiqləyək. Mən qısa zamanda da başlayayım da, alışlarımızı edeyim. Yəni onun üçün bizə lazımdır ki, məsələn bir şey 5 kisə səhmət alıbsa, təzən bir də 5 kisə üçün təzən gələk 2 kisə üçün dübara gedək. Ümumiyyətlə yəni belə baxanda kənd yerində 80% burada atalar köy qaydarsına gedir, mülk söhbətinə gedir. Biz münasib dövrdə yaşasaq, bu ərazi atalarla münasib kəndir. Məsafədə yerləşir, çox qeyri-adi coğrafi şəraiti olan bir şəlalədir. Məsələn, Axtaş Şam şəlaləsindən gəlir. Burada çimməyə yer var. Sonra bizdə burada Seydəli məhəlləsi var. Burada Kubra daşı deyirik, ayı mağarası, sonra canavar mağarası, davaya oxşayan daş var. Endi yekə hamar, düz olan qaya var. Çok təşkilatçılı bir qadın, çok güzel bir xanımdır. Layihə çəkilmiş. Avropa İttifaqının layihəsi. Çok güzel. Hayır, günaydın. Bu turist etidir. Bakın yani burada biz nazarda tutmuşuz. Bir resetten nazarda tutmuşuz burada. Dostum yerinden bir tane resetten burada nazarda tutmuşuz. Bir resetten o büyük ağacın bölümünde qabağa. Burada da uşaqlar üçün əyləncə verməyən şeyləri burada yaratmaq istədik. Sonra burada yaratmaq. Burada bulaq suyu da burada. Bulaq suyu da. Beləsə də gələcəkdə bir imkan çəkəcəkdir və təlimatlar yaratmaq üçün arkadaşlar şəhərdə. Bir də bulaq suyu da baxın. Bu maşın yolu da. Ha, maşın doğrama üçün uzun gedir. Uşaqlar üçün yer bura yaxşıdır. Ama daha şey. Burada meşədən odunda çıxartmalar, bir tane meşə verirlər. Buranın suluyorlardı ve burada bir tane biri hala burası. Yok qabaqda ağacı görünür. Dediğiniz ağaçlar bizə bir olmur. Bildim ama açıq yer olsun da baş üstünə ağac olmaz. Bura yayda açıq yer deyəndə də cəmaət ağac kölgəlik istəyirlər. Çayın üstündə Uşaqlar oynadığı yer deyil. O uşağı da buradan yaradacaq. Bu ağacları qırma ağacı. Siz buna görə burada ağacı kəssə, gözə gələcək ki, bu kəsilir. Gəl deyəcəklər ki, burada şirkətli ağacı kəsirlər. Ağacı kəsmək olmaz. Demirəm ağacı. Ağacın üstünə kökmək düzgün olmalı. Yəni, nəsə düşməsin, nəsə Burada gəl. sizə verdiyimiz yumru versin. 2 saatdan bir hava dəvə yağış, bir dəvə günəş, bir dəvə şey. Üstü bağlı, prosto bunu qaldırdınız. Bu üstü necə bağlayacaq? Nə qədər? Kənar gəlib çıxacaq bura. 2 metr. Milli olmalı, da gedirəm. Milli ilə bu qədər də pis deyil. Normal da milli. Kənarı açıq demişdi, açıq bağlı. Kənarını yox, bağlı. Kənar açsa çıxır. Uzun diye rahat hareket edelim. Bura giriş, Masaya da geçiyor rahat. Nə bilim, baxın da. Bir tane olsa Bir dənə məsələn mən Biz də orada ona uyğun bu dizaynı verəksək ki, budur. 3 metr, 8 metr, 10 nəfəri gelmişdir. Bu versiyanı verəksək ki, biz gedin bunu düzəldir. Görüntü olur. Ama görüntü təxminə bir şey olur. hatta bambuklarını opsiyayla göstərəm. Təsmin edə bilsəydik, onu göstərmək. Olmayacaq. Maddə ağaçını deyə deyəcək. Devam edeceğiz. Orada bir kanı yer alır. Yəni burada necə? Burada eləsən necə? Bax burada 2 dənə stüka atdı, burada yaratmaq. Orada yer yox. Ona durunca burada edir. Orada niyə edir? Burada edir. Ya orada niyə eləmirsiniz? Əyləncə bəs plan demədi. Əyləncə yeri Biri bir plaqa, biri yuxuda görəcək. Ya işte şu ikisi neydi? Mən fərqi yoxdur. Burada yer var da.
Sen de sakit yer ver. Burada hiç kes kemde, hiç kes burada yaşamıyor. Orada şəkil var. O şəkil yapılacaq. Bir dizayn. Burada bak, orada da Loğun nəfəri burada yerləşir. Ümumən burada şey demişik. Bəli, Bu hissəyə. Elki bir dənə yer olsun ki, o Beşiktaş'tan da uşaqları burada Onu bir aşağı düşməyə lazım deyil. Bizim bir dənə şəhər tərtib eləmişik.